Salam əziz futbol severlər və Rofum həvəskarları. İndi Mübariz FA və Rofum komandasının yoldaşlıq görüşünü izləyirsiniz və ardadan möhtəşəm zərbə, amma top qapıdan kənara çıxır. Top Mübariz komandasındadır. Riyad qarşısını kəsməyə çalışır. Abbasdan Tamerlana ötürmə. Tamerlandan aradanı gördü, amma müdafiəçi onun qarşısını kəsir və qapıya zərbə. Top qapıdan kənara çıxır. Rəsuldan Məhəmməddən Abbasdan müdafiəçilər ondan alır və Mübariz komandası hücuma keçir. Riyad və Abbasın çaşqınlığı. Mübariz komandası yenidən hücum və qapıdan zərbə ilə başlayırlar. Məhəmməd Ardadan müdafiəçilər topu götürür. Abbas müdaxilə eləmək istəyir. 2-yə 1 oynayırlar. Rəsuldan gözəl çıxarış. 2-3-dən zərbə. 2-3-dən zərbə ilə başlayırlar. Məhəmməd onlara imkan vermir. Top auta çıxır. Riyaddan Tamerlan. Müdafiəçi və Tamerlan hara getdiyini görə bilmirlər. Başlayırlar və Mübariz komandası hücumuna keçir. Abbas Mübariz komandasındadır top. Out. Arda ilə qapıçının mücadeləsindən top 2-3-dən zərbəyə gedir. Tamerlandan Riyad. Abbas alabildi. Abbas Ardanı görür ardadan. Amma qapçı yerindədir. Qapçıdan uzun ötürmə. Rəsul istiqamətinə. Rəsul öz cüssəsi ilə topun çıxmağına imkan yaradır. Rəsul qapıdan zərbə ilə başlayacaq. Uzun ötürmə və müdafiəçilər başla dəf edir. Out. Rofum. Arda və Məhəmməd oyuna başlayacaq. Məhəmməddən Ardaya ötürmə. Ardadan Riyad ikincisini keçir. Tamerlan ötürür. Tamerlandan uzun ötürmə. Qapıya da doğru Riyad. Tamerlan. Abbasdan Ardaya. Ardadan Tamerlan. Riyad'ı istiqamətləndirir və Arda'dan mükəmməl gol. Hesab 1-0. Rofum komandasının xeyrinədir. Və Mübariz komandasının hücumunu izləyirik. Tamerlan və Abbası keçir. Riyad onun qarşısını kəsir. Out. Mübariz komandasının başla zərbə dəf etməyi, top qapıdan yan keçir. Rofum komandası oyuna başlayır. Yeni hücum qurmağa. Məhəmməddən Ardadan uzun ötürmə Tamerlana. Tamerlan başla keçirdir. İkincisini keçir və qapıya doğrama qapçı yerindədir. Qurtarış Rəsuldan. Arda istiqamətinə. Ardadan Tamerlana uzun ötürmə, amma Tamerlan çatır topa. Tamerlandan Abbas.
Riyaddan qarşısını kəsir, amma Baris komandası hücuma davam edir. Məhəmməd ona imkan vermir. Out Baris. Və Abbas. Abbasdan Ardaya, amma ayağını top yaxşı tutmur. Arda müdafiəçilərlə əla müdafiə olunur və Arda özü sürətlə keçir. Out. 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 Baris komandası yeni hücum qurur, amma Məhəmməd tək başına sanki bir ordu kimi hərəkət edir. Məhəmməd Ardanı görür, amma top qapıdan çıxır. Qapıdan zərbə ilə başlayır Baris komandası. Hücuma keçirlər, Riyadı keçir və ötürür və möhtəşəm gol. Hesab 1-1. Rafım komandası başlayır. Yeni hücum qurmaq istəyir. Abbas. Abbasdan Məhəmməd. Məhəmməddən qarşısına alırlar. Out'a çıxır top. Məhəmməd. Abbas. Abbasdan uzun ötürmə. Tamerlana, amma müdafiəçilər qarşısına alır. Out. Tamerlan istiqamətini oynayır, amma müdafiəçilər Baris komandası hücuma keçir. Zərbə, amma top qapıdan kənara çıxır. Və Riyad out kazandırır. Tamerlan Riyada qarşı çobutluq. Riyad cəlmə zərbəsini başlayır. Ardaya ötürür. Ardadan Tamerlan başla. Topu çıxmağa qoymur. Riyaddan Abbas'a. Abbas. Abbas'dan out. Məhəmməddən top çıxır. Out Baris komandası. Baris komandasının hücuma hazırlaşırlar, amma Riyad ona imkan vermir. Out Rafı. Sənizə çatdırım ki, oyunun 9-cu dəqiqəsidir və hesab 1-1 bərabərlik sürür. Və out. Rafım Arda istiqamətinə. Ardadan uzun ötürmə, amma orada heç kim yoxdur. Qapıya doğru zərbə, amma top qapıdan kənara çıxır. Rəsuldan Məhəmməd istiqamətinə, amma qalma qarşılıqdan out'a çıxır. Baris komandası hücuma keçməyə çalışır və qapçı ilə təkbətək, amma qapıdan kənara çıxır. Məhəmməddən Ardaya, Ardadan out. Riyaddan uzun ötürmə, müdafiəçilər qarşısına alır. Zərbə, top qapıdan kənara çıxır. Qapçı Arda başla bitirir.
hücum qururlar mübariz komandası, amma Məhəmməd bunların qarşısını alır. Məhəmməddən Abbas istiqamətinə, Abbas müdafiəçilərin arasında qalır. Yeni hücum qururlar və Rəsul qapıda gözəl çıxarış edir. Nihat və Riyad yan-yana idilər. Və mübariz komandası hücum qururlar və qapıdan zərbə. Riyaddan Məhəmməddən Ardadan Harapası, amma müdafiəçilər onu görür. Nihatdan gözəl pas Ardaya, amma top ayağına gəlmir. Arda solla zərbələri çox gözəl, çox möhtəşəm olur və mübariz komandası hücuma başlayırlar. Və Məhəmməd onun qarşısını almağa çalışır. Abbas öz cüssəsi ilə və qapıdan zərbə. Riyaddan Nihatdan Abbasdan yenidən Riyad. Out mübariz komandası, Abbasdan Arda istiqamətinə, amma şu topu götürür və yeni hücum qurmağa başlayırlar. Yenidən qapıya doğru göndərir və Abbas çata bilmir topa. Müdafiəçilər onun qarşısını alır. Out mübariz komandası və qapıcı çox gözəl çıxarış edir və Nihat mübariz komandası hücuma keçmək istəyir. Arda topu götürmək istəyir. Abbas qapıcı ilə təkbətək vura biləcəkmi? Qaydan topa. Nihat, niyə yıxıldın sən? Qapıdan zərbə. Və qapıdan zərbə ilə oyuna başlayacaq Rafın komandası. Riyaddan Nihat nə edəcək? Qarşısında 2 nəfər və qapıcıdadır top. Riyaddan Abbas istiqamətinə, amma qarşısını alırlar. Məhəmməd topu uzaqlaşdırır. Abbas imkan vermir və topu Nihata ötürür. Nihatdan zərbə, amma top qapıdan yan keçir. Uğur oyundadır və Məhəmməd uğur alacaq. Riyad çox gözəl, əzimkar oyun nümayiş etdirir. Mübariz komandası yeni hücum qururlar. Top Abbasa dəyir. İnşallah ki, heç nəyi yoxdur. Abbas yerdə qalır. İnşallah ki, heç nə olmayıb. Və Abbas heç nə yoxmuş kimi oyuna davam eləmək istəyir. Nəzərinizə çatdırım ki, oyunun 15-ci dəqiqəsidir və hesab 1-1 bərabərlik sürür. Uğurdan istiqamətlə, amma müdafiəçilər onun qarşısını alırlar. Başlar Riyad. Topu alta çıxardı. Mübariz komandası yeni hücum qurmaq istəyir. Out başlayırlar. Uğurdan keçən top. Nihat imkan vermir. Top qapıdan kənara çıxır. Rəsul. Riyaddan Abbasa. Möhtəşəm ötürmə. Abbas Uğur'u görəcəkmi? Uğurdan zərbə gözləyirdi, amma Uğur
pauz elədi. Mübariz komandası yeni hücum qururlar. Sağdan başlayırlar hücuma və Məhəmməd ona fıraqada getməyinə imkan vermir, amma bu boşluqdan istifadə edən hücumçu gol vurur. Hesab 2-1. Və mərkəzdən başlayır Rofum komandası. Abbasdan Məhəmməddən uğur istiqamətində çox gözəl ötürmə, uğur ram edir, amma Mübariz komandası topa sahiblənir və Riyad qapıda çox gözəl oynayır uğur. Çox gözəl sığortalayır qapçını və demək olar ki, boş qapıdan topu kənarlaşdırır. Və out Rofum. Riyaddan uğura istiqamətlə uğur uzun ötürmə Abbasdan Nihada, amma Nihadın o qədər boyu yoxdur. Mübariz komandası ona başlayır. Nihat və uğur. Altdan hücum, amma qapçı saxlayır. Qapçı alta göndərir topu. Məhəmməd başlayır. Uğur istiqamətlə, amma uğur topa çata bilmir. Və uzun ötürmə. Məhəmməd topu götürür, amma zərbəsi təyin olunur. Mübariz komandası zərbə və gol. Hesab 3-1. Nihat'tan Abbas'tan. Abbas'tan, amma 3 müdafiəçi ondan topun keçməyə icazə vermir. Məhəmməd. Məhəmməddən Abbas'dan. Nihat istiqamətlə. Nihat ötürmə edəcək mi uğura? Nihat yenidən niyə qaydırsan qapıya? Uğurdan möhtəşəm ötürmə Nihat və başla zərbə, amma top qapıdan azacıq fərqlə kənara keçir və Məhəmməd out qazandırır komandasına. Məhəmməddən gözəl ötürmə, Nihat topu ram edir, bəli. Nihat ikisini keçir, qapçı ilə üzbəüz qalır, amma ötürmə etmək istəyir. Qapçı ona icazə vermir. Üçüncüdən zərbə. Nəzərinizə çatdırım ki, oyunun 19-cu dəqiqəsidir. Və hesab 3-1. Mübariz komandasının xeyrinədir. Mübariz komandası yeni hücum qurur. Məhəmməd. Qapçımız Yusifdir. Yusif. Abbas. Abbas'tan uğura. Üçüdürlər. Uğurdan Riyada. Riyaddan Nihat pauz edir və geriyə göndərir Abbas. Abbas'tan uğur. Riyad boş idi. Və Riyada çatır top. Riyad. Qapıdan zərbə. Zərbə ilə başlayırlar. Hücumçu tək qalır. Yusif istiqamətnamə top alta çıxır.
Out başlayırlar. Uğur. Riyad. Riyad'dan uzun ötürme Nihat'a. Nihat Uğur'u görür mü? Yusuf. Yusuf'tan ötürme. Uğur istikametine. Uğur irəliyi. Uğur zərbə vurulacaq mı? Və qapçı yerindədir. Və Uğur. Uğur. Küşlə zərbə. Riyad başla. Amma qapçı yerindədir. Və qapıdan zərbə. Qapıdan zərbəni Yusuf. Abbas. Abbasdan Uğur'a. Uğur ötürmə edəcəkmi? Və Riyad istikaməndə. Riyad sönür. Ötürür Nihat'a. Nihat'tan yenidən Riyad. Bunlar niyə belə oynayır axı? Bu nəyin rahatsızlığıdır belə? Və Mübariz komandası yeni hücuma başlayırlar. Qapçı yerindədir. Yusuf. Yusuf'tan Nihat'a. Nihat. Nihat sürət yığır, özü gedəcək. Və Riyad istikamətinə. Abbas. Məhəmməd götürür topu. Və Məhəmməd hücuma keçir. Ötürmə Uğur istikamətinə. Abbas. Abbasdan zərbə amma Məhəmməd yerdə qalır. Mübariz komandası out başlayırlar. Abbasdan Uğur'a. Uğur'dan gözəl ötürmə Riyad istikaməndə. Riyad qapıya zərbə ilə amma top qapıdan kənara çəkir. Mübariz komandası yeni hücum qurur amma topdandır. Yıxılmaları topdan olur və Riyad və Nihat hücum qururlar. Veyir, Nihat niyə özün vurmursan? Nihat'tan Riyad'a istikamətinə və sonunda gol. 3-2. Hesap 3-2 olur. Sanki qapçı topu tutmaqdan bezir və qol olmağına şərait yaradır qapçıdan. Birbaşa qapıya top Riyadın başına dəyib qapıya girir. Hesab 4-2. Və Tamerlan mərkəzdən başlayır. Arda sürət yığır. Arda irəliləyir tək başına və qapçı yerindədir. Məhəmməddən Tamerlan istikamətinə. Tamerlan Arda'nı görür mü? Arda istikamətinə. Arda pauza. Bir də topu Arda götürür amma qapçı uzun ötürmə qapıdan. Tamerlan özü irəliləyir. Keçir qapçı ilə təkbətək qalır amma Arda istikamətinə. Arda topa çata bilmir. Mübariz komandası birbaşa topu out'a çıxardır və qapıdan zərbə ilə oyuna başlayırlar. Məhəmməddə
Ötürmə Arda istiqamətinə. Arda topu ram edə bilir. Arda gözləyir, amma Abbas istiqamətinə, amma küçdən zərbə. Məhəmməddən qapçı yerindədir. Ve Tamerlan, Arda. Arda'dan Tamerlan istiqamətinə. Tamerlan. İki nəfərin arasından Məhəmməd. Məhəmməddən uzun ötürmə, amma qapçı yerindədir. Nəzərinizə çatdırım ki, hesab 4-2. Mübariz komandasının xeyrinədir. Oyununsa 27-ci dəqiqəsi davam edir. Və gözəl ötürmə. Riyad. Abbasdan Tamerlan istiqamətinə. Tamerlan təkbətəkdə. Topu oyunçunun üstünə vurur, amma Arda. Arda irəliləmək istəyir. Arda topu götürür. Tamerlan boşdadır. Arda görür, amma və Arda'nı görür, amma müdafiəçilər topu götürür. Məhəmməd gözəl oyun nümayiş etdirir, amma yerdə qalır. Abbas ötürmə, yeni hücum. Baris komandasının yeni hücumu. Qapıya mı fikirləşir? Xeyr. Top qapıdan kənara çəkir. Qapıdan zərbə. Məhəmməd. Arda irəliləyəcək. Arda irəliləyib topu getməlidir. Və out. Baris komandası. Alta başlayır. Yeni hücum qurmağa çalışırlar. Və Mübariz komandası yeni hücumu kururlar, geri oynuyorlar. Riyaddan güzel ötürmə, Tamerlan istiqamətinə. Rəsul! Top Məhəmmədə toxunur və Rəsula dayan. Top qola gedir. Hesab 5-2. Baris komandasının xeyrinə olur. Abbasdan Riyad. Riyaddan Arda. Arda gəlişinə Abbasa göndərir. Abbasdan Tamerlan. Tamerlan Arda'nı görür. Arda. Gözəl. Amma topa çata bilmirlər. Və Baris komandası qapıdan zərbə ilə oyuna başlayır. Əladır. Və Rəsuldan Riyad. Riyaddan Tamerlan'a istiqamətinə. Tamerlan Arda'nı görür. Arda irəliləyir. Arda bir pauza. Arda və gol. Hesab 5-3. Baris komandasının xeyrinə olur. Baris komandası yeni hücum kurur, ama müdafiədə Riyad var. Dirək xilas edir. Riyad olar artıqdır. Abbas çox gözəl oyun nümayiş etdirir Baris komandasının oyuncusu və Tamerlan üzü Arda istiqamətinə gözəl ötürmə. Qapçı çıxır, amma Riyad. Abbasdan uzun ötürmə, amma qaptan zərbə. Nəzərinizə çatdırım ki, oyunun 30-cu dəqiqəsidir. Rəsuldan uzun ötürmə, Mübariz komandasının oyuncuları imkan vermir.
Və yeni hücum qururlar. Zərbə və qapıdan kənara azacıq fərqlə top çıxır. Qapıdan zərbə. Riyaddan zərbə, amma Rəsul yerindədir. Abbas başla topu ram edir və top outa çıxır. Rofum komandası outa başlayacaq. Arda Məhəmməd out başlayır. Məhəmməddən Tamerlanı görmək istəyir, amma 3 müdafiəçinin arasından top keçəsi deyildi. Zərbə və Rəsul qapıdadır. Rəsuldan Riyaddan Abbas istiqamətində, amma Abbasız Mübariz komandasının oyuncusu qarşısını kəsmişdi və təhlükəni sovuşdururlar. Riyaddan Tamerlandan uzun ötürmə Arda'ya. Arda'dan Tamerlan müdafi. Qapıya doğru zərbə vurur, amma top qapıdan kənara çıxır. Çox gözəl pasla oyunu nümayiş etdirirlər. Qapçı isə zərbəni direğe doğru gedir. Direk qaydan top out. Tamerlandan yerlə uzun ötürmə. Qapçımız çox gözəl oyun nümayiş etdirir. Məhəmməd özü də eləmək istəyir. Xeyr, Arda'dan Abbas mı? Tamerlandan geriyə yüksəyə qalxan top. Arda sağla zərbəsi, amma out'a çıxır top. Xeyr, qapıdan zərbə ilə başlayacaqlar oyuna. Qapıdan zərbəni başlayır, amma Rofum komandası qarşısını alır. Tamerlandan Arda'dan yenidən Tamerlan və topu saxlamadan gəlişinə qapıya zərbə vurur. Mübariz komandası yeni hücum qururlar. Qapıya doğru və boş qalan qapıya 6-cı qolu vururlar. Çox gözəl oyun nümayiş etdirirlər hər iki komanda. Abbasdan Arda'dan Məhəmməddən yenidən Arda. Oradan gözəl ötürmə, Tamerlanın ayağını top tutmur. Və Mübariz komandası küşdən zərbə. Tamerlan görmür və hücuma keçirlər. Abbası müdafiəçi imkan vermir və yeni hücum qururlar. Ötürmələr gözəl və Riyad. Zərbə və qapıdan yan keçir. Qapçı. Riyad. Out kazandırır. Mübariz komandasına qarşı hücuma keçməyə çalışırlar. Plan qurulur və Arda istiqamətini ötürmə. Arda'dan top Tamerlan'a gəlir. Tamerlan, amma Abbas qapıya doğru Məhəmmədin önünə düşən top
Amma Məhəmməd ötürmə etmək bilmir. Və mübariz komandası yenidən hücum qurur və Tamerlan tək başına. Sanki əlinə dəyən top və Tamerlandan Abbasa. Abbasdan möhtəşəm zərbə və gol. Hesab 4-7 olur. Niye? Və mübariz komandası birbaşa qapıya. Rəsulun boyundan çox hündür atılır. Növbəti gol və 8-4. Hesab 8-4 olur. Riyaddan Abbas istiqamətinə. Abbas. Tamerlan. Yenidən zərbə və Rəsul. Qapıdan zərbə. Tamerlandan Arda istiqamətinə Mağrurun ayağına dayan top. Mübariz komandası hücum qururlar və Abbas. Abbas çox gözəl müdafiə olunur. Tamerlan. Uğurdan Tamerlan tək başına irəliləyir. Sürət yığır. Zərbə və qapçı yerindədir. Mübariz komandası yeni hücum qururlar. Gözəl paslaşma və gol. Hesab 4-9. Hesab 4-9. Mübariz komandasının xeyrinədir və Abbas. Abbasdan Tamerlan. Tamerlandan Arda istiqamətinə müdafiəçilərin çox gözəl zərbəsi və gol. Hesab 14. Out. Riyad. Uğura gələn top müdafiəçi onun qarşısını kəsir, topu alta göndərir. Out. Rafım. Tamerlan. Tamerlandan Abbas istiqamətinə. Abbasdan geriyə Riyad. Riyaddan yenidən Abbas. Abbasdan uzun ötürmə eləmək istəyir, amma müdafiəçilər onu qoymur. Riyad qarşısını kəsir və növbəti zərbə və qapıdan yan keçir. Riyad, Abbas yenidən Riyadla oynuyor. Riyad Ardanı görmək istəyir, amma müdafiəçilərin hesablaya bilmir və uğur. Xeyr, qapıya doğru zərbə vurur mübariz komandası, amma qapçı yerindədir. Out. Rafım. Abbas. Abbasdan yenidən Abbasdadır top. Abbasdan ötürmə, amma müdafiəçilər qarşısını alır. 3'e 1 qalırlar. Müdafiəçilər və Riyad çox gözəl oynayır, amma out qazandırır. Abbasdan uzun ötürmə. Tamerlan istiqamətinə. Tamerlan topu ram edir. 3'e 1 qalıblar. Uğurda möhtəşəm zərbə, amma top qapıdan az-azıq fərqlə yan keçir. Qapıdan zərbə. Uzun ötürmə.
Və mübariz komandası hücum davam edir. İkisini keçir, üçüncüsünü və qapıdan azacıq fərqlə top kənara çıxır. Nəzərinizə çatdırım ki, oyunun 40-cı dəqiqəsidir və hesab 14. Mübariz komandası xeyrinədir və tam elandan uzun ötürmə Ardaya. Oradan zərbə və gol. Hesab 15. Mübariz komandasının xeyrinədir. Mübariz komandası hücum qururlar. Abbas. Uğur, Uğur'un top tutmuş. Out başlayırlar. Nihat'tan Yusuf'e. Yusuf ve Nihat qapçıyla təkbətək qalırlar. Yusuf'dən ötürmə olacaqmı? Nihat istiqamətlə çox gözəl Nihat. Nihat'tan ötürmə Yusuf'e. Yusuf qapıya. Zərbən ama ayağını top tutmur. Uğur out'a başlayır və mübariz komandası hücuma keçir. Rəsul çox gözəl çıxır qapıdan və hücumçu çaşqınlıq içində topu qapıdan kənara çıxardır. Out başlayırlar. Riyad. Riyadın zərbəsi ama top qapıdan aralı keçir. Qapçıdan uzun ötürmə ama Rəsuldan Abbas. Abbasdan Nihat. Nihat ilerleyecek. Nihat Yusuf'a ötürür. Nihat Yusuf'a ötürecek mi? Yusuf topa çatmır ama Qapçı topu çıxardır. Uğurdan uzun ötürmə. Uğur. Uğurdan zərbə ama penal təyin edir hakim. Və penal təyin olunur mübariz komandasının qapısına və Uğurdan zərbə qapısı çıxardır. Out'a çıxır top. Out. Out başlayır Abbas. Riyad istiqamətlə. Yusuf'un zərbəsi və 6-10. Dərinə düşmək lazım deyil. Və çok möhtəşəm gol. Hesap 6-11. Və mərkəz. Mərkəzdən başlayırlar Abbas.
Abbas. Abbasdan uzun ötürmə. Uğur Yusufə gələn topun qarşısını alır. Out başlayacaq Uğur. Buradan. Buradan ötürmə. Digər tərəfdən outla başlayacaqlar. Yusuf'dən Riyad. Riyad Uğur'u görə bilmir ama 3 nəfərin arasında qalan Riyad topdan out kazanır. Riyad'dan Abbas, Abbas'dan Nihat. Nihat Riyad istiqamətini ötürmə edəcək mi? Xeyr, Yusuf. Yusuf. Nihat çox gözəl. Fintlə Yusuf'a verir, Yusuf'dan zərbə ama qapıdan top keçir kənara. Küşdən zərbə. Küşdən zərbəni Uğur azacıq sərt oynayır və out. Mübariz komandası out'a başlayır. Yusuf'dan Abbas istiqamətinə ötürmə. Abbas'dan Nihat. Nihat irəliyə doğru gedir. Qapçı. Uğur Riyad. Riyad'dan Yusuf istiqamətinə. Yusuf'un zərbəsi və gol. Yusuf özünün ikinci, komandasının ise 7. golunu vurur. Və bu ise Yusuf'un gol sevincidir. Çok güzel oyun nümayiş etdirirlər uşaqlar. Nəzərinizə çatdırım ki, bu yoldaşlıq oyunudur. Burada qalib yoxdur. Sadəcə olaraq uşaqların motivasiya və əyləncə məqsədi ilə oyunlar keçirilir. Uğurdan özü irəliləyir. Uğur 3 nəfərin arasından çıxabilir mi? Out kazandırırlar. Uğur out başlayacaq. Uğur out başlayır. Zərbə Yusuf'dən ama qapıdan kənara çıxır. Abbas möhtəşəm mücadilədən qalib ayrılır. Abbas irəliləyir. Top ayağından çıxır. Uğur tək başına müdafiəyə bir cəngavər kimi dayanır. Və küşdən zərbə. Küşdən zərbəni və Uğur birini keçdi, ikincisini keçdi ama alta çıxmadı top. Xeyr. Uğur axı tək başına çox oynayır. Və zərbə vurur və gol. 8-11 olur hesab və Uğur sevinmək yadından çıxır. Və Kilo təkbətək Yusuf və 5 oyuncu və Abbas. Paris komandasının hücumu və gol. Hesab 8-12 olur. Və Rofum komandası oyuna başlayır.
Uğur tək başına hamını keçə Uğur qapını görürmü? Qapıya zərbə, amma müdafiəçilər topu ram edirlər. Müdafiəçilər ötürmə edir qapçı istiqamətinə. Qapçı irəliləyir. Qapçıdan zərbə və qapçı yerindədir. Out. Riyad yerine düş. Və Riyad topu alta çıxardır. Alta başlayırlar Riyad. Riyad'dan Tamerlan. Tamerlan'dan möhtəşəm zərbə qaydan topa Yusif. Yusif'in zərbəsi, amma qapıdan kənara keçir. Zərbə ilə oyuna başlayırlar. Və qapıdan zərbə ilə Abbasdan Arda istiqamətinə. Arda iki nəfərin arasından çıxa bilmir. Və onun üçüncü gol gəlir. Və oyun mərkəzdən başlanılır. Yusif'dən Arda istiqamətinə Abbas keçə bilir və Tamerlan irəliləyir və Arda'ya asist və gol. Hesab 13-9. Golun müəllifi isə Arda olur. Arda sanki heç olmamış kimi oyuna davam edir və mərkəzdən başlayan oyuna Yusif mane olur və Arda yaxınlaşır, amma qapçıdan zərbə və top qapıdan kənara çıxır. Qapıdan zərbə ilə oyuna davam edirlər. Məhəmməddən Abbasdan Riyadın ayağını top tutmur və alta çıxır. Və nəzərinizə çatdırım ki, oyunun 14-cü qolu da gəlir. Oyunun 54-cü dəqiqəsidir deyəcəkdim. Və hesab 14-9 olur. Abbasdan uzun ötürmə. Qapçı yerindədir. Bu qapçı Abbas topu izləyir, amma sanki yorulub Abbas və bu da gol olur. 15-9. Ardadan Tamerlan istiqamətinə. Tamerlandan Arda istiqamətinə ötürmə. Qapçı yerindədir. Baris komandası yeni hücum qurur. Qapçı ilə təkbətək, amma qapçı yerindədir. Gücdən zərbə və yenidən gol. 16-9 olur hesab. 55-ci dəqiqə və hesab 16-9.
Üstəliyə də Riyaddan Tamerlana, amma ötürmə biraz sərt olur. Out Mübariz komandası. Altdan davam edir və Arda ala biləcəkmi? Mübariz komandası hücuma keçir. Zərbəsi və Rəsul yerindədir. Və Yusif qapçı ilə tək qalır. Yusif ayağına atsaydı gol idi. Və yenidən Mübariz komandası hücuma keçir. Riyad Məhəmməddən out qazandırır. Çıxmağa qoymur Mübariz komandasının oyuncuları. Ardadan Riyad istiqamətinə amma. Mübariz komandası hücuma keçir. Rəsulda keçir amma qapıdan kənara çıxır. Qapıdan zərbə ilə oyuna başlayırlar. Arafım komandası. Nəzərinizə çatdırım ki 57-ci dəqiqədir və oyunda hesab 16-9 Mübariz komandasının xeyrinədir. Və Yusif'dən Tamerlan Ardanı gördü. Tamerlandan Ardaya. Arda isə Yusif'i görə biləcəkmi? Amma özündən çox qabağa atır. Və Tamerlan Nihat'a doğru, ama Nihat'ın ayağını top tutmuyor. Arda'nın zərbəsi top qapıdan kənara çıxır. Mübariz komandası hücuma keçmək istəyir, amma Tamerlan artıq oyunun 59-cu dəqiqəsidir və sanki oyuncular çox yorulublar, amma yenidən oynamaq istəyirlər və Tamerlandan Nihat'dan çox gözəl zərbə, amma gol deyil. Amma tanrım, direkdən qaydan top və qapıdan zərbə. Ne oldu? Məhəmmədə nəsə? Arda ya, Nihat'tan. Arda Tamerlan'a zərbəsi qapçı yerindədir. Nəzərinizə çatdırım ki artıq 1 saatdir oyun davam edir. Fasiləsiz davam edir və oyuncular çox yorulsa da oynamaq həvəsləri onlarda sanki itmir. Və Tamerlan iki dənə müdafiəçinin arasından çıxa bilmir. Amma ona Məhəmməd köməyinə gəlir, amma oyunçunu zədələyir.
Və cərmə zərbəsi Mübariz komandası birbaşa qapıya, amma Rəsul çox gözəl çıxarış edir. Out. Mübariz komandası outa başlayacaq. Uzun ötürmə, amma müdafiəçilər yerindədir. Nihat irəliləyir. Nihatdan Tamerlanı görürmü? Nihat özü niyə belə eləyir? Hardasa yorulacaqdı Nihat. Və elə də olur. Out amma qazandırır komandasına. Məhəmməddən Nihat istiqamətinə. Nihat. Məhəmmədi də keçir müdafiəçi və Abbas. Abbasdan Tamerlan istiqamətinə. Tamerlan Nihat'a xeyr ortaya və zərbə ilə gol. Hesab 16-10 olur. Və gəlişinə zərbə, amma top qapıdan yan keçir. Məhəmməddən out. Abbasdan Məhəmməd istiqamətinə. Məhəmməddən uzun ötürmə Ardaya. Arda Nihat'ı görürmü? Bəli, Tamerlan da gördü. Tamerlan özü irəliləyir. Qaldırmaq istəyir, amma müdafiəçilər onun qarşısını kəsir. Ona baxmayaraq gücdən zərbə qazandırır komandasına. Abbasa ötürmə, Abbasdan zərbə, amma və topa çata bilirmi? Qapçı yerindədir. Abbasdan iki nəfərin arasında qalan Abbas yerdə qalır. Ona müdaxilə edirlər. Və cərmə zərbəsi təyin olunur. Abbas özü yerinə yetirəcək. Zərbəni Abbas, Məhəmməddən Abbas topun çıxmağına şərait yaradır. Qapçı yerindədir. Abbasdan Məhəmməddən Ardaya. Ardanın ayağına zərbə eləyirlər, amma out. Oyun davam edir. Və Məhəmməd başla topu çıxardır. Tamerlan və Nihat isə bir oyunçusuna topu almağa çalışırlar və out. Mübariz komandası atı davam edir və göydən gələn top və top qapıdan azacıq fərqlə yan keçir. Və Rəsul qapıdan zərbə ilə oyuna başlayır. Abbasdan iki müdafiəçinin arasında qalır və top Mübariz komandasına gəlir. Mübariz komandası qapıdan başlayırlar və topu ram edə bilmirlər. Out. Tamerlan özü irəliləyir. Zərbəsi və qapçı yerə yıxılır, amma Tamerlan və biz Mübariz komandasının oyunçusuyla baş kəllə-kəlləyə oynamaq istəyirdik, amma Tamerlandan möhtəşəm zərbə, amma bu qoldur. Bəli, bu qoldur, çünki içərdən top çıxır və hesab 11-6.
Arda və Məhəmməd. Məhəmməd və Arda topu alabiləcəkmi? Məhəmməd yıxılır. Və Nihat Abbas. Məhəmmədə doğru, amma Məhəmməd yerlərdəydi. Məhəmməd çox gözəl, inadkar oyun nümayiş elətdirir. Tamerlan. Və qapıya doğru zərbə. Top qapıdan kənara çıxır. Abbas. Abbas. Varis komandası topu əldə edir və gol. Gol, gol. 17-11 olur hesab. Hesab fərqi yenidən 6-ya qalxır. Və Tamerlan. Tamerlandan Abbas. Abbasdan yenidən Tamerlan. Tamerlan irəliləyir. Ardanı görəcək. Ardaya ötürmə. Arda topu ram edir, zərbəsi qapçı yerindədir. Qapıdan zərbə ilə oyuna başlayırlar. Rafın komandası. Məhəmməddən uzun zərbə mi deyək? Ötürmə mi deyək? Amma alta çıxır. Nəzərinizə çatdırım ki, 1 saat 7 dəqiqədir oyun davam edir və oyuncularımız çox yorulublar. Qapıdan zərbə. Zərbə ilə Rəsul Tamerlanı görür. Tamerlan havaya qaldırır topu. 3 nəfərin arasından çıxır Tamerlan. Və zərbəsi alınmır. Keçdən zərbə. Məhəmməddən zərbə. Top qapıdan kənara çıxır. Varis komandası hücuma keçmək istəyir və Nihat onun qarşısını alır. Qapıya zərbə və 18-ci qolu vurur. Qapçı vurur. Və onun sevinci və Rofum komandası Məhəmməd özünü niyə yerlərə atır Məhəmməd və direkdən qaydan top Məhəmməd və yenidən zərbə və gol. 19-cu gol gəlir. Top mərkəzdən başlayacaq. Nihatdan tək başına getmək istəyir, amma müdafiəçilər onu qoymur. Tamerlan. Tamerlandan gücdən zərbə qazanır. Və Riyad istiqamətinə. Riyaddan Tamerlana, Tamerlandan Yusufə. Riyadın zərbəsi, Yusufun zərbəsi, Nihatın zərbəsi. Amma top qapıdan kənara çıxır. Həlasız inşallah. Və növbəti hücumları Varis komandasının və Riyad müdafiədədir. Və geriyə çəkilir Varis komandası. Riyad onlardan topu alır, irəliləyir. Yusuf istiqamətini ötürmək istəyir, amma topu saxlaya bilmirlər. Məhəmməd. Yusuf ötürmə. Yusuf pauz edir. Zərbə qapçı yerindədir. Riyad ala biləcəkmi? Yusuf. Məhəmməd alır topu. Xeyr. Ləngidir və out qazanır Varis komandası. Varis komandasının oyuncuları yeni hücum qururlar. Tamerlan topu ram edir. Gözəl bir fint. Və Tamerlan özü tək başına 4 nəfərlə, 3 nəfərlə mücadilə aparır. Yusufə doğru ötürmə. Yusuf geriyə ötürmək istəyir Tamerlana, amma müdafiəçilər onun qarşısını alır. Müdafiəçilərdən uzun ötürmə. Rəsul yerindədir.
Evet, zərbə və bu topa Rəsul heç nə edə bilməzdi. Hesab 11-20 olur. Və Arda'dan ilerleyir. Tamerlan. Məhəmməddən Tamerlan. Tamerlandan Arda'ya ve gol. 12-20 olur hesap. Riyad. Basit. Və Riyad yerdə qalır. Və cərmə zərbəsi təyin olunur. Və Riyad qalxır. Ayağa qalxır Riyad və cərmə zərbəsini Riyad vuracaq. Riyaddan uzun ötürmə Tamerlan. Tamerlandan Yusuf istiqamətinə, amma qapçı yerindədir. Abbas. Aslan Arda. Arda'dan Riyad. Tamerlan ve özü vurur. Hesap 13-20. Ve Baris komandası birbaşa qapıya ötürür, göndərir topu, amma top qapıdan yan keçir. Qapıdan zərbə ilə Rəsul oyuna başlayır və ötürmə edir Abbas'a. Abbas'dan ötürmə Arda'nın zərbəsi, qaydan top out'a çıxır. Tamerlan ötürür və Tamerlandan zərbə, amma qapçı yerindədir. Küşdən zərbə. Qapıya doğru vurur. Yusuf yenidən küşdən zərbə. Tamerlan ötürür. Tamerlanın zərbəsi. Riyad sanki onların müdafiəçisidir. Arda'dan Yusuf ötürmə. Qapçı yerdə qalır. Arda'nın zərbəsi qapçı. Topu yerdə qəbul edir və oyunumuz sona çatır. 13-20 Baris komandasının xeyrinə bitir oyun. Sizinlə mən İnşallah gələn görüşlərdə görüşərik. Sizinlə mən idim. Profesional oyunların həvəskar çəkilişçisi Şaməddin. Gələn görüşlərə dək. Sağ olun, salamat qalın.